Məni artıq yaxından izləyən izləyicilərin çoxsu tanıyır ki, mən heç vaxt yalan söz danışmamışam. Və danışdığım çox sözlərdə şahidim varsa, onu sübut edə biləcəmsə danışıram. Mən yalan elə nə gəldi deyim, kimin haqqında nə gəldi deyim, yox. Bu mövzuda da mən Mikanı şahid gətirdim və Saadət xanım var. Onu şahid gətirdim. Hansı ki, Mika mənim yanımda bir zamanlar işləyib, hal-hazırda işləmir. İşdən çıxmış bir adamdır. Mən onu yalan şahid gətirə bilmərəm. Çünki anında çıxar deyər ki, niyə yalan danışsın, niyə mənim adımdan istifadə edirsən. Və Mikanın Afət Fərman qızı ilə mehriban olmağı, sərt olmağı, mən onu Mika hansı ki uşaq deyil, hansısa o gətir-götür prodüserlərdən olmayıb. Mika 40 yaşında bir adamdır. Nasbəri Dostaliyeva məktəbi görmüş bir adamdır və ona heç kim deyə bilməz ki, sən kimlənsə yaxşı ol, kimlənsə pis ol. İçi mən qarışıq heç kim deyə bilməz ona o sözü. O istəyərsə münasibətin yaxşı saxlayır, istəyərsə pis saxlayır. Və bir şey də nəzərinizə çatdırım ki,